Salam, hər vaxtınız xeyir. Bilirsiniz ki, dövlət qulu qəbuluna bütün kateqoriyalar üzrə Excel-dən 14 dənə də yeni funksiya əlavə ediblər. Elə bir digər funksiyalar az idi, bunun da üstünə gəliblər. Və əvəzinə sum if-lə count blankı çıxardıblar. Count blank onsuz çox rahat funksiya idi. Belə, gəlin bu gün həmin funksiyaların izahını verim. Bu izahlar başqa heç harda yoxdur. Eyni zamanda bunların tekst formasında PDF-i də var. Kim istəsə, yəni nömrəm YouTube kanalımda var. Nömrəyə yazar, materialı göndərərəm. Hətta məsələn o materiala baxanda belə, yəni rahat şəkildə funksiyaların nə işə yaradığını, necə tətbiq olunduğunu başa düşmək olar. Bura 6-ya qədər olan funksiyalar deməli bizdən mətni funksiyalardır. Gəlin birincisi ilə başlayaq. Çox asan funksiyadır. Ekranda böyüdək. Baxın, birinci gələcək upper funksiyası. Upper funksiyası sadəcə deməli yazdakı bütün hərfləri böyük etmək üçün. Məsələn, məntiqi seçirəm və yaxud dırnaq içində də hansısa bir tekst yaza bilərsiniz. Enter basanda baxın məntiq yazılmış olur. Görürsünüz ki, bütün hərflər böyük olur. Fərz edək ki, burada rəqəmlər yazıb. Məsələn, proper neymiş? Upper yazıram burada. Baxın, nəticə eyni qaytaracaq sizə. Bir şey də qeyd edim ki, bilirsiniz ki, biz ədəd yazanda xananın içinə avtomatik olaraq sağ tərəfdə qeyd olunur. Tekst yazıldıqda isə sol tərəfdə qeyd olunur. Aproce bunu tekstə çevirdiyi üçün bu sol tərəfdə yazılmış olacaq rəqəm. Yəni xəta verməyəcək içərisinə siz rəqəm də daxil etdikdə. Sonra gəlir bizə lower funksiyası. Lower funksiyası deməli nə edəcək? Sadəcə upper-ın tərsidir. Xanadakı bütün simvolları kiçik edəcək. Gəlin yazaq tətbiq edək. Məsələn, infonu yazdım içərisinə görürsünüz ki, infodakı bütün hərflər böyük idi. Artıq oldu kiçik. Məsələn, bəzən tam ki bir dənə düstur sütununuz var. Orada məsələn abreviaturalardır. Məsələn, çalışıb hamısını kiçik yazmısınız. Yəni bu funksiyaları tətbiq edərək məsələn hamısını böyük yazmalısınız. Və yaxud da kiçiklə yazmalı olduğunuz bir deməli sütunu böyüklə yazmışsınızsa, bu hallarda sizə kömək göstərə bilər. Sonra gəlir bizdə proper funksiyası. Bu da yəni çətin deyil. Proper funksiyası sadəcə sözün birinci hərfini böyük etmək üçündür. Məntiqi seçdim, baxın. Sadəcə birinci hərf böyük oldu. Sonra trim funksiyası var. İngiliscəsində trim səliqəyə salmaq deməkdir. Məsələn, fərz eləyək ki, burada məsələn, info sözünün əvvəlində boşluqlar var. Elə bir ki, xananın içindəki əlavə boşluqların silinməsi üçündür trim funksiyası. Baxın, nə oldu? Daha səliqəli görünüş oldu. Hardansa bəzən nəysə kopyalayıb Excel atanda əvvəldə boşluqlar ola bilər. Onların avtomatik olaraq silinməsi üçündür. Sonra gələcək bizə concat funksiyası. Yəni burada geriyə alaq. Concat funksiyası bilirsiniz, concat sözü birləşdirmək deməkdir. Deməli, xanadakı dəyərlərin və yaxud da özümüz daxil etdiyimiz dəyərlərin birləşdirilməsi üçündür. Məsələn, mən yazmaq istəyirəm ki, məntiq qanun. Məsələn, nöqtə vergül, baxın, sintaksində nələr qeyd olunub, tekstlər. Bu birləşik olacaq bir-birinə. Əgər mən istəsəm, bunlar arasında bir aralıq olsun, bu üçün iki yolu var. Deməli, concat funksiyasını yazıram. Deməli, məntiqi seçdim, nöqtə vergül. Dırnaqda özüm ayrıca boşluq qeyd edirəm, təzədən ikinci sözü seçirəm. Sonra da enteri basıram. Görürsünüz, bu şey ayrı olacaq bunlar arasında. Və yaxud da, məsələn, qanunun əvvəlinə bir-iki dənə boşluq atarsınız, nəticədə yenə də qanun və məntiq sözü bir-birindən aralı yazacaq. Çünki siz bilirsiniz ki, boşluq da Excel-də bir simvol hesab olunur. Text join-dən danışaq. Text join-də bir-iki fərqli məqamlar var. Text join-də concat funksiyası kimi birləşdirmə rolunu oynayır. Məsələn, text join-in içərisində burada delimiter var, yəni bu ingilis dilində ayrıcı deməkdir. Özüm əvvəlcədən təyin edirəm ki, mənim daxil etdiyim tekstlər bir-birindən nə ilə ayrılsın. Məsələn, mən yazıram ki, defsdən ayrılsın, nöqtə vergül. Burada var, true bir də var ki, false seçimi. True deməkdir ki, ignore empty cell. İqnor eləməkdə, yəni nəzərə almamaqdır ki, boş xanaları nəzərə alma.
False isə deyir ki, boş xanaları nəzərə al, yəni daxil elə. Boş xanalarla hələ o ikinci etapdadır. Birinci normal adi sözləri birləşdirək. Məsələn, info yazdım. Bir də məntiqi seçdim. Baxın, enteri bastım. Sən gözləyin. Bu niyə işləmədi? Text join'da gəlin bir də yoxlayaq. Bəzən Excel-də arada xətalar verə bilər. Text join'da heç true false seçmədim mən. Onun üçün xəta verdi. Mesela true və yaxud da false. Burada ikisindən birini seçsəz zaten nəticədə bir fərq olmayacaq. Çünki mən boş xana seçmirəm bu. Boş xana olan məqamlarda bu ikisi öz fərqini göstərir. Məntiq olacaq. Bu da qanun. Baxın nə oldu? Məntiq və qanun bir-birindən defisdən ayrılmış oldu. Bu arada məsələn Excel-də əgər yerləşməyəndə xananın içindəki tekst. Baxın gəlirsiniz ortaya sizin olan sitəyə. Bazen sol düğmesi iki defa klikləyirsiniz, özü avtomatik olaraq ən uzun sözə görə eni tənzimləyir. Sonra gəlin boş xana ilə yoxlayaq. Məsələn, text join yazaq. Məsələn, ayrıcı olaraq yenə mən defisdən istifadə edirəm. Həmişə olduğu kimi. True. Deyirəm ki, sən boş xanaları ümumiyyətlə görməzdən gəl. Sayma. Yaxşı, boş xana olaraq da bunu seçdim. Baxın, infonu heç boş xananı nəzərə almadım. Yaxşı, nəzərə alsa nə baş verir? İndi orada defis işarəsi qalmış olacaq. Baxın indi. Yəni, baxın, text join-u yazdım mən. Ayrıcını qeyd edirəm. Defislə. Sonra nöqtə virgül. Sonra bir infonu seçək. Nöqtə virgül. Birdən də boşluğu seçək. Enteri basaq. Baxın. Elə bir boş xana nəzərə alındı. Onun üçün yəni defis qoyuldu. Burada isə ümumiyyətlə boş xananı nəzərə almayıb, sadəcə tək bir xana kimi baxdığı üçün heç defisə də ehtiyac qalmamışdı. Buradan baxın, bitdi bizim text funksiyalarımız. Düşünürəm ki, çətin deyil. Sadəcə biraz fərqli məqam concat və text join-dadır. Qəbullar necə düşə bilər buradan? Funksiya içində funksiya şəklində də verə bilər. Bu funksiyaları uyğunlaşdırmaq da ola bilər. Məsələn, deyə bilər ki, funksiyaları təsdiqatına görə uyğunlaşdırın. Concat və text join-un fərqini soruşa bilər sualda. Sonra text join içindəki true və false-u soruşa bilər. Məsələn, burada kifayət qədər əslində sual çıxartmaq mümkündür. Upper, lower və proper üçünün fərqini dair biləndə sual salma ehtimalı yüksəkdir. Gəlin indi days funksiyasından danışaq. Days funksiyası iki tarix arasında gün fərqini hesablayır. Məsələn, deyirəm ki, baxın, bu arada bunun da sintaksi düşə bilər. Daysin içində birinci son tarix, sonra start başlama tarix qeyd olunur. Tərsini yazsa sadəcə ədədi mənfi olaraq qaytaracaq. End date məsələn budur, start date də budur. Belə bu iki gün arasında baxın, 156 gün fərq var imiş. Məsələn, ola bilər ki, hər işçinin neçə müddətdir işlədiyini tapmaq üçün, nə qədər müddət işlədiyini tapmaq üçün bundan istifadə eləmək olar. Ondan sonra var bizdə network days int funksiyası. Ayrıca network days də var. Prosta onu salmayıblar. Network days int'i salıblar. Bu deməli iş günlərinin hesablanması üçündür. Məsələn, biz işə daxil olduğumuz gündən bu günə qədər, yəni bizim ümumiyyətlə nə qədər işdə olduğumuzu bildirir. Amma nə qədər işlədiyimizi, hansı günlər, neçə gün sırf işlədiyimizi bildirmək üçün network days'dən istifadə olunur. Yəni cümlə biraz uzun oldu. Bakın biri var tutalım ki siz 2025'in iyun ayında işe girdiniz. Mesela 2026'ın iyun ayına kadar mesela siz bir ilde işleyirsiniz olur. Ama o birinin her gün işe gitmesi daha. Yani sırf gittiğiniz günleri hesaplamak için de network days int funksiyası. Bunun için bazı içinde parametreler var. Yani burada yazı daha səliqəli göreceğim. Bakın. Network days int hardadır? Buradadır. Mesela burada birinci start date'i, yani şurada start date'i başladık. Sonra end date'i yazdık. Okey. Bakın burada seçimler var. Bilirsiniz de bütün iş yerlerinde altı bazar istirahat olunur. Bazı iş yerlerinde mesela birinci gün olur ancak istirahat. Bazılarında ancak pazar günü olur. Bazılarında ancak ne bileyim üçüncü gün olur. Bakın burada bütün seçimler, bütün kombinasyonlar burada mevcuttur. Mesela bunu seçək. Koymadık funksiyanı tam yazmağa. Okey.
Bir de burada holiday hissəsi var. Holiday bayram günləri deməkdir. Əgər xüsusi olaraq həmin müddət ərzində bir bayram günü varsa, onca qeyri-iş günü hesab olunduğu üçün onu sizin işlədiyiniz gün sayına daxil eləmir. Yəni bayram günü yoxdur. Bayram günlərinə dırnaq uçarsın. Baxın, mütləq şəkildə dırnaqda hansısa bir tarixləri yaza bilərsiniz. Və yaxud da bayram günlərinə ayrıca bir xanalarda yazıb həmin diapazonu da bura daxil edə bilərsiniz. Yəni bu da mümkündür. Deməli siz cəmi 113 gün işləmisiniz. Amma həmin bu iki tarix arasındakı gün sayı nə qədərdir? 156. Burada da 113. Arada nə qədər fərq var? 43 gün. Deməli 43 gün həftə sonuna sərf olunur. 6 bazara. Bilirsiniz də həftədə 8 dənə 6 bazar var. Yəni həqiqətən də burada təxmini arasında 8 və 5 40, yəni bir iki dənə də əlavə. Həqiqətən də baxın tam olaraq 43-ü qaytarır. Yəni dəqiqləşdirmək üçün deyirəm bunu. Sonra now var today funksiyası var. Çox primitiv və çox sadə funksiyalardır. Now funksiyası sadəcə elə bir funksiyada heç nə yazmırsınız. Funksiyanın adını seçirsiniz, bir dənə enter'i basırsınız. Hal-hazırdakı tarixi və saatı göstərir. Buradakı saat, baxın, kompüterinizdəki saatla eyni olmalıdır. Və siz proqramda vaxt keçirdikcə və sənədi başqa vaxt açanda artıq cari tarixi göstərir. Yəni yenilənən bir funksiyadır. Today'in bunaldan fərqi odur ki, Today sadəcə cari tarixi qaytarır. Bunun da içine heç nə yazmırsınız. Enter'i basırsınız. İşte baxın, cari tarixi. Burada saat qaytarılmadı. Fərqi odur. Deyiblər, now və today arasındakı fərq hansıdır? Sonra weekday var. Çox mənasız bir funksiyadır. Bunu nə adla qəbul da sallar, o da müəmmalıdır. Serial number. Məsələn, bir dənə tarix qeyd edək. Məsələn, hal-hazırda bugünün tarixi. Ondan sonra bu bilirsiniz nədir? Daxil etdiyimiz tarixə uyğun həftənin gününü qaytarır, amma ədəd şəklində qaytarır. Müxtəlif seçimlər var. Məsələn, bəzi hissələrdə olur ki, məsələn, həftənin birinci günü bazar gündən başlayır. Məsələn, bugün 6-cı gündür, gecə 12 keçib deyəm. Məsələn, bugünün əvəzinə 6 yox, 7 yazacaq. Bu birinci seçimimizdədir. Baxın. Okey desəm. Baxın 7 yazdı, amma halbuki 6-cı gündür. Məsələn, ikinci seçimi də gəlin yoxlayaq. Məsələn, cari tarixi yazdıq. Ondan sonra, məsələn, ikincini yazanda, ikinci də həftənin günü Monday'dən, yəni birinci gündən başlayır, elə 6-da qaytaracaq. Bu belə. Sonra workday, bir də workday int funksiyası var. Bu məzuniyyətə çıxmaqla bağlı, yəni məzuniyyətlə bağlı bir deməli funksiyadır. Daha doğrusu məzuniyyətin hesablanması da deyə bilərik biz buna. Workday yazırıq. Okay. Start date başlama tarixi. Tutaq ki, mən bu tarixdə başlamışam. Yəni bugündən etibarən mənə məzuniyyət verildi. Deyir, neçə gün verildi? Verildi 10 gün. Burada siz workday funksiyasında əlavə olaraq 6 bazarı yəni qeyri-iş günü hesablayır. Yəni həmin o 6 bazarlar, yəni qeyri-iş günləri sizin 10 gününüzün içində olmur. Tam ki, müdür sizə deyir ki, 10 gün sənə məzuniyyət verirəm. Yəni 6 bazarla bir yerdə 10 gün yox. 6 bazarsız 10 gün nəzərdə tutulur burada. Əlavə olaraq bayram günü varsa, bayaq dediyim qaydada daxil edə bilərsiniz. Amma burada özü konkretləşdirdi ki, 6 bazar qeyri-iş gündür. Bu workday-dədir. Deyəcəksiniz ki, bu ədəd hardan alındı? Sadəcə xananın içindəki dəyərin tipini dəyişməmişəm. Bunu nə edək biz? Short date edək. Deməli, əgər mən 8 məzuniyyətə çıxsam, mənə 10 gün məzuniyyət verilsə, mən ayın 21-i günə işə qayıtmış olacaq. Çünki bir dənə bazar, bir dənə də 6 bazar 3 gün bunun içindən çıxır da, belə düşünün. Sonra workday int funksiyası bunun daha gelişmiş versiyasıdır. Burada siz başlama tarihi yazırsınız. Yine gün sayını deyirəm 10 gün ofisdə verilir. Burada siz deyirsiniz ki, sizin iş yerinizdəki qeyri-iş gününü buradan özünüz yazırsınız ki, tamam, sizin ancaq bazar günləri iş yoxdur. Baxın, bu zaman ayın 20-sinə düşəcək. Baxın, bu şəkildə, ayın 20-sinə. Bu belə. Sonra gəlir bizdə transpose funksiyası. Transpose deməli, bu bizim axtarış və istinad funksiyalarımızın içindəydi, amma burada baxın qeyd elədiklərim var.
Bu neçə dənələrdir? Deməli, 6, 7 dənəsi bizə aid olacaq vaxt tarix funksiyasıdır. Datetime funksiyaları. 6 dənəsi text funksiyasıdır. Ondan sonra transpose ise axtarış ve istinaddır. Transpose funksiyası sətir və sütunların yerinin dəyişdirilməsi üçündür. Transpose funksiyası 2019 versiyalarını keçirikdə biz sizə. Burada o kadar da əlverişli funksiya değil. Burada bunun çatışmazlıkları çoxdur. Amma din bunu salır. Çünkü yeni versiyalarda daha təkmilləşdirilir. Daha istifadə olunması bizim üçün rahatdır. Dedik ki, sətir və sütunun yerini dəyişdirir. Məsələn, mən deyirəm ki, bu hissəni, məsələn, bu sətir üzrədir. Bunu sütun üzrə yaz. Bu zaman, məsələn, ad, soyad, qrup alt-alta olacaq. Eyni zamanda alsı və başlı bir alt-alta olacaq. Və maraqlı məqam odur ki, burada bizim seçəcəyimiz hissənin hansı hissəni daxil əhatə edəcəyini özümüz əvvəlcədən seçirik. Məsələn, mən burada sətir üzrədir, düzdür, ad, soyad, qrup. İstəyirəm ki, bu sütun üzrə olsun. Onun üçün birinci bu sütunu seçirəm. Bərabər də transpons yazıram. Deyirsən nəyi sütun üzrə eləmək istəyirsən, deyirəm ki, bunu eləmək istəyirəm. Deyir, okey. Və bütün funksiyalar enterlə aktivləşdiyi halda transpons Ctrl Shift enterlə aktivləşir. Baxın, gördünüz bu üfüqi istiqamətdə olan sətri şaqili olan sütuna çevirdim. Təbii ki, məsələn, bunu mən özüm rahat şəkildə təxmin edə bilirəm ki, məsələn, bu hissə mən sütuna çevirsəm hansı ərazini əhatə edir? Təsəvvür edin ki, sizin 15 sütun, məsələn, 200 sətirdən ibarət olan bir sənədiniz var. Yəni, orada mən onu təxmin eləmək, onu orada hesablamaq, kursorla o hissəni seçmək bir nə qədər çətin vaxtınız alacaq. Mən də bunun aktivləşir, Ctrl Shift Enter 3 dənə düymə birdən-birə axtar ki, bunu tətbiq edeyim. Yəni, əlverişli deyil. Belə, eyni zamanda məsələn proqrama əlavə olunan bəzi mövzular da var. Aksesli algoritmdə. Onların da izah videosunu səhifəyə yerləşdirəcəm. Oldu. Sağ olun. Başqa nəsə sual olarsa rəy bölməsinə yazarsınız. Kanala abunə olarsınız. Videonu bəyənərsiniz. Lab YouTuberlər kim danışdım. Və materialı istəyən də şəxsi nömrəmə yaza bilər. Sağ olun.